Fərqli sual nümunələrinə davam edirik. Deyir ki, n-imiz nədir? M 4096 rəngçalarına malikdirsə, mənim i-im bərabərdir 12 bitə. İlk öncə bunu tapıram. Daha sonra 12 bit vurulsun, piksellərimin sayı 3072 vurulsun 2560. Bunu da bölürəm nəyə? 223-ə. Çünki böyük ədəddir, megabayta çevirim ki, daha balaca ədəd ala bilim. Alıram 11,25 megabayt. Bu mənə nəyi verdi? Həcmimi verdi. Mən görürəm ki, burada S-dən, T-dən, yəni sürətdən, zamandan söhbət gedir. Onda fizikadan öyrəndiyimiz düstur, hansı ki S bərabər V vurulsun, T düsturu ilə davam edirik. Buradan mən S-imi tapdım. Düzdür 11,75. T-mi verib 15 saniyə. V-mi tapsam, S-i bölərəm T-yə. Alaram 0,75 megabayt bölünsün saniyə. Məsələmi davam eləsəm, 5 belə təsvir. Həcmim nə qədərdir? 11,25-i 5 dəfə vursan, olur 56,25. Düzdür həcmim. 2 dəfə aşağı sürət. 0,75-i götürüb 2-yə bölsəm, 0,375 vurulsun T-yə. Çünki məndən neçə saniyə zamanı soruşur. Buradan T-mi tapsam, olar ki 150 saniyə. Bu tip videoların davamı üçün izləmədə qalın.